Azərbaycan dilində ç hərfi yoxdur. İncəsənət Universitetində dublyajla bağlı fakültə açılmalıdır. Mən inanıram ki, bizim dublyaj daha çox səs alacaq. Bizdən sonra olacaq bir nəsil hələ ki yoxdur. Azərbaycanda dublyaj sənətinin bir sahə kimi formalaşmamasında bilirsiniz, burada çox punktlar var. Dublyaj sənətində maliyyə aşağı olduğu üçün hər kəs gəlib görəndə ki, maliyyəsi azdır, həmən bu sahədən uzaqlaşırlar. Bu sahədə olacaq adamlar yəqin ki, özünüz də bilirsiniz, görürsüz, səslərdən eşidirsiniz. Çox az adamdır. Və bizim nəsillə biraz da bir 3-4-5 nəfər bir gənc var ki, onlar da bitdi. Yəni bu sahə ilə o qədər də maraqlanan adamlar yoxdur. Bu sahənin daha da inkişaf eləməsi üçün insanlarda, gənclərdə maraq oyatmaq lazımdır. Bizdən əvvəlki nəsil əllərindən gələni eləyiblər ki, bu sənət davam eləsin və biz gəlmişik. Bizdən sonra olacaq bir nəsil hələ ki yoxdur. İncəsənət Universitetində dublyajla bağlı fakültə açılmalıdır. Bu sənətə tələbələri maraqlandırmaq lazımdır. Mən bu təklifi dəfələrlə eləmişəm müsahibələrimlə efirdə ki, vallah gedib İncəsənət Universitetində pulsuz dərs deyərəm. 2028-ci ildə 30 il olacaq ki, mən bu sahədə çalışıram. Yəni bu 28 il mənim üçün az təcrübə deyil və bu təcrübəmdən tələbələrə ötürə bilərəm. Uşaqlarda maraq oyatmaq lazımdır ki, tələbələrdə. Yəni bu işlə ümumiyyətlə məşğul olmaq istəyən insanlarda ki, dublyaj sənəti davam eləsin. Ona görə dublyaj sənəti hardasa mən çox təəssüflə demək istəyirəm, ölüb gedir. Bilirsiniz necədir? Təbəqə söhbəti var. Mən deməzdim ki, Azərbaycanda hamı gəlib Azərbaycan dilində baxmaq istəyir. Yox. Biz bu təcrübəni keçdik. Hətta mən özüm gedib Azərbaycan dilində baxanda rus dilli tamaşaçılar var idi, durub çıxıb gedirdi ki, Azərbaycan dilində də baxmaq istəmirəm. Məsələn, bir filmə gedib baxdım, subtitrlə verilirdi. Qəti şəkildə, yəni hətta subtitr belə gülməli formada idi. Özüm ki, səslə, dublyajla məşğul olduğum üçün onun tərcüməsinə baxırdım. Yəni çox bərbad bir vəziyyətdə idi. Təbii ki, insanlar belə şeylər görəndə istəyəcəklər Azərbaycan dilində, yəni öz dilinə tərcümə olunsun. Bəli, mən tərəfdarıyam. Azərbaycan dilində kinoteatrlarda tərcümə olunsun. Bu yaxınlarda vardı, məşhur filmlər dedilər, Odissey filmi çox böyük rəğbətlə qarşılanıb, hamı maraqlıdır. Şəxsən mən hələ baxmamışam, amma istəyirəm o filmi səsləndirim Azərbaycan dilində. Maliyyə o deyil, ona görə bunlar səsləndirmirlər. Maliyyə o deyil, ona görə bir filmdən bir aktyor 5 dənə səs çıxardır. Bəli, elədir. Dublyaj sənəti bu günləri nə qədər sözünü desə də, nə qədər gözəl səslər olsa da efirdə, çox təəssüf ki, qıraqda qalmış bir sənətdir. Paddington filmini biz elədik kinoteatr üçündə. Bilirsiniz nə qədər adam gəldi, baxdı. O qədər gözəl alınmışdı ki, mən inanıram ki, bizim dublyaj daha çox səs alacaq və nömrə 1-dir, ümumiyyətlə nömrə 1-dir. Kino dilini bilən tərcüməçilər lazımdır. Bizdə çox az bir adam var ki, 2, 3, 4 nəfər belə bir adam var ki, onlar kino dilini bilirlər. Yəni, məsələn, kompüterə verib tərcümə eləmir də, ya da ki, Xarici Dillər Universitetini bitirib yaxşı tərcüməçidir, elə necə gəldi tərcümə edir, olduğu kimi tərcümə edir. Burada başqa amillər də var. Kino stilistikası var. Başa düşürsünüz? Kino stilistikası, məsələn, tarixi filmdirsə, onu tarixi dildə yazmaq lazımdır. Burada rejissorun da biraz, məsələn, naşılığı olur ki, səs uyğunluğu olmur, səs oturmur həmən aktyorun üstünə. O da var. Düzgün seçim həmişə filmi daha uğurlu eləyir. Ola bilər bir uğursuz filmdir, elə də bir fərli film deyil. Amma dublyajında o qədər gözəl səslər yığılır ki, o qədər gözəl səslər olur ki, o aktyorları səsləndirən uğurlu bir film alınır, ya serial alınır. Ya da ki, əksi. Mən həmişə deyirəm ki, söz bazan çox olmalıdır. Çox oxumaq lazımdır ki, söz bazan çox olsun. Filmin mənası itməmək şərti ilə, yəni səsləndirə bilirsən. Düzgün tərcümə, düzgün səslənmə obrazı daha canlı göstərir. Azərbaycanda səslənmə aktyorlarının sayı çox məhduddur. Ona görə də, məsələn, mənim səsimi həm Dövlət telekanalında da eşidə bilərsiniz, ictimai televiziyada eşidə bilərsiniz, Space telekanalında da eşidə bilərsiniz və onun kimi digər kanallarda. Niyə? Ona görə ki, səs yox. 10-dan o yana, 30-dan o yana səs yoxdur. Səslərin artmağı üçün kurs keçirəm mən. Müraciət eləsinlər, böyük məmnuniyyətlə o səsləri yoxlayıb, aşkarlayıb
üzə çıxarda bilərik. Dublyajda aktyorluq da vacibdir. Heç olmasa içəridə oynamaq da olmalıdır. Xırda-xırda amillər dublyajda aktyor azlığına gətirib çıxarır. Heç kəs inciməsin. Mən indi bu yayımlanacaq. Bəlkə məni indi atəşə tutacaqlar, amma İncəsənət Universitetinə yüzlərlə uşaq qəbul olunur. Danışıq tərzi bərbad. C, C, Ç, C, K. Azərbaycan dilində K hərfi yoxdur. K hərfi var. K. K. C, Ç. Yoxdur, bu hərflər yoxdur. Birinci sən bunları düzəlt, sonraki taleyi bununla bağlı. Belə bir şeylər məni çox incidir həqiqətən də. Biz sadəcə olaraq düzgün danışıq öyrədirik. Bu günləri bizim filmlərimizi çox da təbii səsləndiririk. Tərcümə mənə gəlirsə, görürəm ki, bədii cümlələrdir, mən o bədii cümlələrlə deyə bilmərəm. Qoyulmuş qanunlar var. Dil monitorinq mərkəzində bir yığıncaq olmuşdu, tədbir olmuşdu. Biz oradaydıq, dəvət eləmişlər dəyirmi stol arxasına. Fəxri qonaqlar kürsüsündə idim. Səsimi eşidiblər, özümü görməyiblər. Səslə çağırıblar məni. Və orada bütün kanallarda olan səhvləri göstərirdilər ki, yalnız mənim danışığıma ilişdilər. O da nə idi? Xəzər telekanalında zindan həyatı, avlu türklərin gedirdi. Orada baş rolu mən səsləndirirdim Dəniz obrazını. Deməli, mən öyrənmişəm tədrisdən, əgər 2 dənə samit varsa sözdə, biri düşür. Yox, amma sözü idi. Mən demişəm amma. İrad bildirdilər ki, yox, amma olmalıdır. Niyə amma olmalıdır? Ayaqqabı deyirsən, yoxsa ki, ayaqqabı deyirsən? Amma deyirsən, yoxsa amma danışanda biz deyirik, sən getdim, götürdüm bu çaşqanı, amma nəsə belə xoşuma gəlmədi. Amma ürəyimcə olmadı. Belə deyil axı, amma ürəyimcə olmadı. Danışıq tərzi budur. Sadə danışıq tərzidir. Mən də kitab cümləsi ilə danışacağımsa, da nə oldu? Deyir, artıq dərsliklərdə belədir. K sözü, K hərfi, Ş, K, ürək. Ürək deyil. Məsələn, biz Y-nı K-yə keçirdirdik. 2 samitdən biri düşürdü. Belə şeylər vardı. İndi tədrisdə belə deyil. Ona görə biraz sizə bayağı gələ bilər, deyə bilərsiniz ki, o deyil də, sualınızın cavabı nədir? Biraz təbiiliyi deyil də. Amma inandırım sizi ki, mən efirdə heç o cür danışmıram.